Selamun aleyküm. Mən Rızayev Zəfər Əli Rızaoğlu, Lənkəran rayonu Boladi kəndin. Azərbaycan vətəndaşıyım. Vətənimə, torpağıma, elimə, obama, bayrağıma, dövlətimə olan sevgimdən irəli gələrək bu çıxışımı eləyirəm. Boladi kəndində baş verən cinayət əməllərindən, qanun pozuntularından çox danışmışam, amma son zamanlarda, son aylarda üzərimə olan təpkilərdən, üzərimə olan hədsiz hücumlardan nə qorxmuram, nə çəkinmirəm. Çünki bu vətənə, bu torpağa canım qurban olsun. Öz elimə, obama canım qurban olsun. Niyə Qarabağ modelindən danışdım? Qarabağda başladılan məhv etmə siyasəti niyə Lənkəranda, Boladi kəndində davam elətdirilir? Deməli, Dadaşov Səlman Boladinin dəyişilməz bələdiyyə sədri, son illərdə dəyişilməz bələdiyyə sədri vaxtı ikən Komünist Partiyasının üzvü olub, indi hal-hazırda Yeni Azərbaycan Partiyasının üzvüdür, amma daxilən o Komünist Partiyasına xidmət edir və əməllərinin bütövi hamısı Komünist Partiyasına xidmətə davam eləməkdədir və onun tərəfdarları, onun ətrafı, ona şərait yaradanlar da hamısı köhnə Komünist Partiyasına qayıdış üçün hazırlıqlar aparırlar. Bunun üçün kəndimizdə dağıdıcı siyasət aparırlar. Bir müddət əvvəl mən Yeni Azərbaycan Partiyasına yazılmaq istədim, amma biləndə ki, Boladi kəndindəki Yeni Azərbaycan Partiyasının sədri Dadaşov Səlmandır, fikrimdən daşındım, onlarla mübarizə aparmaya başladım. Nəyə görə? Çünki onlar bu partiyanın arxasında, bu partiyanın adı arxasında gizlənib cinayət əməllərini törədirlər. Ümummilli lider Heydər Əliyev bu partiyanın yaradıcısıdır. Heydər Əliyevin sözləri ilə başlayıram. Bu partiya hər kəs bu partiyaya hər kəs öz könlü ilə, öz vicdanı ilə, öz qəlbi ilə gəlməlidir. Bu bir milli çərçivədə olan partiya deyil. Millətindən, dinindən, dilindən asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı üçün Yeni Azərbaycan Partiyası doğma partiyadır. Müəllifi Heydər Əliyev. Dadaşov Səlman bu dağıdıcı siyasətin, məhv etmə siyasətinin nəticəsində zəki insan modeli yoxa çıxdı. Yerində başıboş, çox asan, ucuz yollarla maddi vəsait yaşayış əldə edə bilən yalancı insan modeli təbliğ olundu. Mənim anlayışımla normal kişi özündən sonra yaxşı ad saxlayar və ondan sonra həmişə xoş sözlərlə xatırlanar. Yaxşı kişi məktəb tikər, bağça tikər, xəstəxana tikər, yollar çəkdirər, su çəkdirər, inkişaf üçün böyük hərəkətlər, işlər görər. Amma Dadaşov Səlman bunları olanların hamısını dağıdıb. Bu hal-hazırdakı olan Boladi kəndində hal-hazırda olanlar dırnaq arası Dadaşov Səlmanın fəaliyyəti nəticəsindədir. Bir atanın ən gözəl əsəri övladlarıdır. Bir bəyin ən gözəl əsəri də obasıdır. Əgər bəy olub ad qazanacaqsansa, cəmiyyəti də övladların kimi sevməlisən. Övladın üçün necə ürəyin yanırsa, millətin üçün də eynisini hiss etməlisən. Kəndimizin dolanışığı birincisi kənd təsərrüfatındandır. Kənd təsərrüfatını çöktürüb Dadaşov Səlman. Deməli, rəsmi sənədlərdə güya ki 600 hektar torpaq ərazisi əkilirmiş, amma bunun 10% heç yoxdur. Niyə bu qədər torpaq sahəsini rəsmi səhifələrdə göstərirlər? Çünki son 30 il ərzində bu qədər torpağa dövlət tərəfindən dotasiyalar ayrılır. Üzr istəyirəm. Bunun qarşılığında isə dövlətə heç bir vergi ödənilmir. Buradakı toplanan vergilər qıraq əldən hamısı Lənkəran şəhər icra hakimiyyətinə gedir.
ən böyük problemimiz su problemi olub. Yəni ki, əzəldən Boladı kəndinin su problemi, içməli su problemi, əkin sahalarının, əkin ərazilərinə bir müddət bizdə su olub, su çəkmişdilər, onu darmadağın elə Dadaşov Salmanın əli ilə darmadağın elədilər. Boruları yerin altından çıxarılıb satıldı. Xanbulança ilə su birləşdirilən su xətti oğurlanıb satıldı. Bu Dadaşov Salmanın birbaşa iştirakı ilə olub. Hal-hazırdakı su problemi daha da böyüyüb. Çünki əkin sahalarında olan kanallar bilərəkdən doldurulur ki, xəndəyə dönübdür. Onlar artıq su ötürücü qüvvəsinə malik deyil. Ən əsası isə kəndimizin ortasından, mərkəzindən keçən coğrafi xəritədə də olan Boladı kəndinin bir qoludur. Hansı ki, Boladı kəndinin böyük bir hissəsindən həmən çayın suyundan quyular qidalanırdı. Yay aylarında insanlar əkinlə, bağına, bostanına sulamaq üçün istifadə edirdi, suvarmaq üçün istifadə edirdi. Qışda isə həmən su kanalı, həmən xətt qurut sularının axıdılması üçün birbaşa istifadə olunurdu. Bir neçə il bundan qabaq Su Meliorasiya İdarəsi gəldi, başladı ki, oranı, o çayı qazmağa Dadaşov Salman imkan vermədi və həmən texnikaları geri qaytardı. Hal-hazırda həmən çay xətti mənim fikrimcə hardasa 8-10 kilometrlik uzunluğunda olar. Enliyi də ki, standarta uyğun olaraq səhv eləmirəmsə 30 metrədir. Bir hesablamağa gələndə isə bir neçə hektar torpaq ərazisi edir. Onun da zəbt olunmasında birbaşa maraqlı olan Dadaşov Salmandır. Çünki zəbt oluna onu torpaq ərazisi kimi satır. Cəmaət yaşayır, yaşamır, ona aidiyyəti yoxdur. Son illərdə bizim kəndin güya ki 12 min əhalisi var imiş, amma kətdə saysan onun heç yarısı qalmır, çünki əhali kətdən qaçır. Bu, Dadaşov Salmanın həyata keçirdiyi planın bir hissəsidir. Digər bir hissəsinin növbəti 4 ildə həyata keçirmək istəyir. Bizim bu su problemi, böyük su problemi ilə Dadaşov Salman pul qazanır. Necə? Məsələn, bizim kəndə Boladı çayı üzərindən kəndən girişdə bənd qurula bilərdi və kəndin həm suvarma sistemi üçün istifadə oluna bilərdi, həm də ki, içməli su üçün istifadə oluna bilərdi. Amma bunu bir dəfəyə salmadan, yəni ki, hər ildə 10 dəfəyə kimi həmən bənd, mənim bildiyimə görə 10 dəfəyə kimi bənd qurulur. Bu rəsmidir, yəni mənim bildiyimlə həqiqətən də hər yağış yağanda həmən bənd dağılır və sonradan Su Meliorasiya İdarəsi texnika göndərir, yenidən bənd qurulur və hər bəndin qurulmasına ən azından 4.000-7.000 manata kimi hər dəfə pul yazılır. Bu neçə illərdir eyni ilə davam edir. Bir hesablayın, görün, son 10 il ərzində hər ildə bu bəndə, yalançı bəndə xərclənən pulla böyük bir bənd tikmək olardı ya yox. Həm də su kanallarını qazdırmaq olardı ya yox. Bu isə onlara sadəcə sərf eləmir. Balıqçı təsərrüfatları yaratmaq olardı. Bu həmən kəndin mərkəzindən keçən çay xəttinin üzərində. Bizim kənd Boladı kəndi həmən çaydan adını götürmüşdü. Bolluq kəndi. Bizim kəndin o qədər balığı vardı ki, xəndəklərdə də balıq tutmaq olardı. Vaxtı ikən kəndimizin bir neçə qrup adamlar, kəndimizin içində bir qrup adamlar tapıldı. Deməli, Dadaşov Salmanla əlaqəli olan adamlar idi. Elektriklə balıq vurmağa başladılar. Balıqları yoxa çıxartdılar. Yəni, balığın süni inkişafını, təbii inkişafını dayandırdılar. Təbii inkişaf dayandırıldı. Həmən adam indi Dadaşov Salmanın əlinin altında olub bir oyuncaq. Onu istədiyi yerə, məsələn, bu bir neçə gündür mənim üzərimdə hüquq mühafizə orqanlarında iş gedir. Həmən adamın əli ilə güya ki, məni həbs elətdirmək istəyirlər. Bu Dadaşov Salmanın bizim kəndə verdiyi xeyirlərdir, dırnaqarası xeyirdir. Bu yoxlanmağa daha bir neçə məsələlər var, kənd təsərrüfatı məsələlərində. Məsələn, barama tədarükünə görə yalançı hesabatlar verilir, onu dərhal yoxlamaq lazımdır. Sonra seçki
komissiyanın üzvlərindən onları dərhal yoxlamaq lazımdır. Necə olur? Seçki komissiyasının üzvünə mən 10 ildir mən torpaq əkənəm, kənd təsərrüfatı ilə məşğulam. Hər yolda qabağımı kəsirlər ki, torpaq əkməyim. Əkilmir çünki heç kim əkmir. Mənim yaşadığım ərazidə məsələn 300 hektara yaxın ərazi varsa əgər onun heç 5% əkilmir. Təkcə mənim yaşadığım ərazidə bircə mən əkin əkirəm, onu da mən onlara problem yaratdığım üçün məni oradan yoxa çıxartmaq istəyirlər ki, mən əkin əkməyim, heç kim məndən nümunə götürməsin. Balıqçılıq təsərrüfatlarının yaradılmasına böyük maneələr törədilir. Mən özüm həmən təsərrüfatı yarada bilərəm, əlimdə imkanlar da var, bacarığım da var, amma onlara maneçilik yaradılır. Mədəniyyət sahəsinə gələk. Mədəniyyət sahəsi birbaşa Dadaşov Səlmanın əlindədir. Çünki mədəniyyət sahəsinin dırnaq arası işçiləri son bələdiyyə seçkilərə namizədliyin vermişdilər. Amma onlar Dadaşov Səlmanın tərəfdarları idi. Onun əlinin altında işləyirdi, onu tərifləyirdilər. Onlar dövlətə yalan məlumatlar verirlər. Necə yalan məlumatlar? Məsələn, onlar təsdiqləyirlər ki, kəndimizdə 2 dənə klub var. Hal-hazırda yoxdur, o klublar yoxdur, ərazisi də zəbt olunub, ərazilər zəbt olunub, satılıb. Güya bir neçə kitabxana var. Kitabxana var, əslində qalsa, yalan deyim ki, yoxdur, xeyr, kitabxanalar var, amma nədir? Heç bir kitab orada təzələnməyib və heç kitabxanaların oxucuları da yoxdur. Kitab oxumaq, oxumayan cəmiyyət məhvə məhkumdur. Oxu, yaradan Rəbbinin adı ilə oxu. Günlük həyat o qədər məşğul edir ki, özünü belə unudursan. Oxusan, nə olduğunu, haradan gəldiyini, niyə yaradıldığını, hansı amala xidmət etdiyini, hədəflərini, ideallarını xatırlayacaqsan. Ən nəhayətində Kərbəlanın bitmədiyini və hansı tərəfdə olduğunu xatırlayarsan. Mərdlərin yolunda gedənlərinmi, ya da mərdlərin yolunu kəsənlərdən mi olarsan? Haradadır bu kitabxanalarımız? İndiki kitabxanalar haradadır? Yalancı adamları, kimlər, hansı onların belə fəallığına görə, hansı işlərinə görə onları mədəniyyət sahəmizə qoymuşsunuz? Niyə? Nə səbəbdən? Haranı bitirmişdilər onlar? Hansı savadları var idi onların? Onlar ancaq Dadaşov Səlmanı tərifləməklə məşğuldurlar, başqa bir şeylə yox. Başqa bir məsələni deyim. Deməli, həmən dırnaq arası mədəniyyət işçiləri ən əvvəla qaçırlar şəhid ailələrinin yanına, şəhid ataları ilə, şəhid yaxınları ilə, şəhid qəbirlərinə ziyarətə güya gedib, öz şəkillərini çəkib sosial şəbəkələrdə paylaşırlar. Güya ki, bunlar çox sevirlər. Ümumilikdə götürəndə bu adamlar hamısı Yeni Azərbaycan Partiyasının üzvləridir. Diqqətlə qulaq asın, əgər bunlar Yeni Azərbaycan Partiyasının üzvləridirsə, əgər bunlar dövlətimizi, vətənimizi, ümumilli liderimizi sevirdilərsə, niyə bizim kəndin mərkəzindəki mədəniyyət ərazisi, mədəni irs ərazisi olan köhnə hamam ərazisini təklif eləmişəm dəfələrlə, baş nazirliyə də göndərmişəm, prezident aparatına da göndərmişəm, Milli Məclisə də göndərmişəm ki, həmən ərazi Heydər Əliyev adına park olsun və həmən ərazidə şəhidlərimiz üçün xatirə abidəsi ucaldılsın. Niyə bu bütövlükdə bu sadaladığım hamısı bunlar bu fikrin əleyhinədir? Niyə? Bunlar tam bunun əleyhinədir. Məktəb direktorindən tutmuş. Gəldik, çatdıq təhsilə. Təhsil problemi. Ən böyük problemlərdən biri. Bir nömrəli tam orta məktəb. Şəhid Nahir Axundov adına bir nömrəli tam orta məktəb. Hal-hazırda Əliyev Seyran müəllim orada direktordur. Birinci elədiyi. Gələn kimi birinci elədiyi. Məktəbin bufetini bağlatdırdı. 100 manata arendaya verirdilər. Kimlərsə işlədirdi oranı. Heç olmasa uşaqlarımız isti çay içə bilirdilər. Baxın, bu xainlikdir. Uşaqlarımıza, övladlarımıza elədiyiniz xainlikdir. İsti çaydan məhrum elədiniz. Və indi Əliyev Seyran müəllim məktəbin bufetinə qiymət qoyub 300 manat kim verəcəksə onun bir hissəsini verir ona. Heç bir avadanlıq da olmadan, 300 manat ver, arendaya, icaraya gəl, verim sizə məktəbin bir hissəsini işləyin.
Bu faktlardır, bu göz görə olan faktlardır. Məktəbin içi darmadağındır. İstilik sistemi illərdir yoxdur. Mən özüm oranı 33 ildir bitirmişəm oranı. O vaxtdan indiyə kimi eyni şeydir. 33 il bundan qabaq məktəbin zalı idman müəllimi ilə mən mübahisə edirdim ki, niyə bizim zalımız bu gündədir? Hal-hazırda görün nə gündədir. Heç bir təmir bərpa işləri aparılmayıb, yalan danışırlar. Təmir pullarını yemək üçün bunu edirlər. Hal-hazırda məktəbin zalı bərbad haldadır. 3 dənə, mənim bildiyimə görə, bəlkə də çoxdur, 3 dənə idman müəllimi var. Onlar idman dərsi keçmirlər. Nəyə görə qalıblar məktəbdə onlar? İdman müəllimi hansısa bir iş görməyinə görə 2 hektar torpaq arazisi alır. Niyə? Nə səbəbə? Birdən-birə. O digəri öz övladını salır bələdiyyəyə. Niyə? Hansı səbəbə görə? Boş pul niyə alırlar onlar? Cəmiyyətin övladlarını aldatmağa görə restoranlar sayır bu adam. İdman müəlliminə bax, qarnı yekəlib burnuna çatır. 120 kilo çəkisi var. Piy damır damağından. Baxın, bunları yoxlayın. Əliyev Seyran müəllim ən böyük xainliyi elədi. 1100 şagird yerli olan məktəbi sinifləri birləşdirib 30-32 şagird, 33 şagird elədi. Niyə? Müəllimlərin sayını aşağı salmaq üçün. Əsl niyyətin deyəcəyim indi. Diqqətli olun, əsl niyyəti nədir bu adamın? Deməli, bu sinifləri birləşdirib elədi. Pandemiya bitməyib. Pandemiya bitməyib. Siniflərdə o şərait də yoxdur, yalandır. Bunu niyə elədi? Əlavə dərslərə, əlavə müəllimlərə, əlavə dərslərə ehtiyac olmaq üçün. Çünki proqram məktəbdə keçirilə bilmir. Əlavə dərslərə mütləq ehtiyac olur. Mütləq ehtiyac olanda da Seyran müəllimin payı var, mütləqdir orada. Uşaqlar tez-tez xəstələnir. Mənim məktəbdə oxuyan, 5-ci sinifdə oxuyan övladım, deməli, indiyə kimi, bu aya kimi, aprel ayıdır artıq, aprel ayının əvvəlidir artıq, bu aya kimi 7 dəfə qızdırma xəstəliyi keçirib. 7 dəfə qızdırmadan evdə yatıb. 3 dəfəsi, 2 dəfəsi düşüb tətilə. 5 dəfəsi məktəb hər dəfədən bir həftə, ən azından bir həftə dərs buraxıb. Uşağın vəsiqəsi evə gəlir, görürəm ki, vəsiqədə yazılıb ki, dərs buraxdığı günlər 0. Yəni bir dənə də, heç bir gün də dərs buraxmıyor bu uşaq. Amma fakt bu uşaq dərs buraxıb. Məntiq nədir? Məntiq nədir? Bizim məktəbdə xəstə uşaq yoxdur. Seyran müəllim bu xainlikdir. Bu xainlikdir. Bəli, bizim uşaqların qanı ilə qidalanırsan. Əliyev Seyran müəllim, Dadaşov Salman, bizim övladlarımızın qanı ilə qidalanırsınız. İnşallah Allah bunu sizin burnunuzdan damcı-damcı tökər. Təhsil problemi, bu problemlər bundan bitmir. Bufetin bağlı olmağından istifadə edən uşaqlar mütləqdir axı bir şeylər yeməlidir, bir su içməlidir. Ona görə tənəffüs vaxtı müəllim icazə verir kəndin mərkəzinə çıxmaq. Kəndin mərkəzinə də çıxmaq nə deməkdir? Hər addım başı lotereya satılır. Televiziyanın kanallarını açırsan, günün hər hansı bir vaxtında lotereya reklam olunur. Ne inirsən elə, haranı internetdən, sosial şəbəkələrdən uşaq üçün bir şey tapmaq istəyirsən verməyə, əvvəl birinci orada reklam gəlir. Lotereya al, filan yerə, banka gir lotereya al, dükana get lotereya al. Nəyə gedirsən? Bizim həyatımızı qumara döndərmişsiniz. Ay Əliyev Seyran müəllim, nə istəyirsiniz daha bizdən? Gənclər və İdman Nazirliyi. Gənclər və İdman Nazirliyinin xüsusi diqqətinə yetirirəm. Bizim kətdə, mən məktubla müraciət eləmişdim ki, Gənclər və İdman Nazirliyinə ki, bizim kətdə infrastruktur üçün, məsələn, heç olmasa gənclər üçün meydança olmalıdır, idman zalları olmalıdır, nə bilim, nəsə buna bənzər şeylər heç olmasa olmalıdır ki, gənc boş vaxtını keçirmək üçün. Bax, Lənkəran şəhər icra hakimiyyətinin başçısı cənab Talib Qaraşova bu sualı verdim. Bir cavab oldu. Sizin gənclər geçsin öz işi ilə məşğul olsun. Yoxdur sizin kəndin gənclərinə asidə vaxt keçirmək üçün yer. Nəyə görə? Niyə? Biz bu dövlətin vətəndaşları deyilik bəyəm. Biz fərqliyik. Qanun hamı üçün qanundur. Heç kim xüsusi hallara malik deyil. Heç kimə. Amma Boladı kəndində bunlar var. Təbəqə bölünüblər. Rusiyanın xarici siyasətinin, İranın xarici siyasətinin əsasını xaos nəzəriyyəsi təşkil edir. Parçala və hökm sür. Bu iki dövlətin anayasasında, dövlətçilik tərkibində yazılıb ki, Azərbaycan dövləti bizə təhdiddir. Baxın,
İranı bizə nümunə gətirirsiniz. Bizim əlimizdən xəstəxananı alıb bizi İrana göndərirdiniz müalicə üçün. Bizim cəmiyyəti, anam 78 yaşlı, anam Parkinson xəstəsidir. Heç yerə apara bilmirəm onu. Səhiyyə məsələsində. Səhiyyə məsələsində xəstəxanamız əlimizdən alınıb. Müalicə hüququmuz əlimizdən alınıb. O bərəkət idi. Bizim kətdə hər günə heç olmasa bir övlad dünyaya gəlirdi. Bir övlad dünyaya göz açırdı. Gənc analar müalicə üçün ora gedirdilər. Müxtəlif yollarla, nə bilim, bu inkişaf idi, hər şey idi. Bu inkişafımızı əlimizdən aldınız. Xəstəxananın ərazisi satılıbmış, 48 sot ərazisi var xəstəxananın. İndi hal-hazırda Səhiyyə Nazirliyi gəlib təsdiqləyib ki, xəstəxananın ərazisi 8 sotdur. Niyə? Xeyr ola. Xeyr ola. Hara getdi 40 sot? Kim sizə icazə verib? Kim sizə ixtiyar verib? Mədəniyyət çağının, iki dənə mədəni irs ərazisimiz var. Hər ikisi zəbt olunub. Sizin gözünüzün qabağında. Bu nə deməkdir? İdmandan futbolumuz yoxdur, milli komandamız baxın nə səviyyədədir. Bizə deyirsiniz ki, sizdən idmançı olmaz, sizin övladlardan idmançı yoxdur. Bizim idman eləməyə heç yerimiz yoxdur axı. İdman müəllimləri boş yerə niyə pul alırlar? Mən ikinci dəfə bunu təkrar deyirəm, yanıram içimdən. Mən öz həyatımda müxtəlif idman trenajörləri düzəltmişəm, öz bacardığım qədər. İkisini, artıq 2 övladımı böyüdüb yola salmışam. Dövlətə qulluq edirlər, artıq necə deyirlər, ali məktəblərdədirlər, təhsil alırlar, dövlətə qulluq edirlər. Üçüncüsünü böyüdürəm. Yenə öz bacardığımla Əliyev Seyran müəllim mənə deyir ki, təməl hardandır, təməl burdandır, bu məktəbdən. Əstağfurullah, Allah məni bağışlasın. İnsan bir dilini dediyinə hakim olar. Sənin məktəbində, bizim məktəbdə idman dərsləri keçirilir baya. Əliyev Seyran müəllimin, Dadaşov Səlmanın bütövlükdə bu baladiyə üzvlərindən o 9 üzvü var. Biz onları tanımırıq. Baladiyə bizi saymır. Cəmiyyəti heç kim sayırsınız. Heç indiyə kimi bir hesabat vermişsinizmi cəmiyyətə? İlk əvvəl deyirsiniz ki, vətəndaş məmnunluğu əsasdır və hər şey bizdə aşkardır. Şəffafdır hər şey. Heç indiyə kimi bizim heç klubumuz yoxdur ki, haradasa toplaşa bizə hesabat verəsiniz. Heç bizi saymırsınız axı, bizə hesabat da verəsiniz. Budur vətəndaş məmnunluğu. Bütün bu elədiklərinizin, bu təhsilə görə elədiklərinizin, bağça bərbad haldadır. Bağçada müəllimə çıxdı qarşıma. Bizim kətçi deyir, tanımırdım heç onu. Bildiyimə görə Lənkərandan gəlir, Rəna müəllimə. Nə istəyirsən bizdən? Sizə sərf eləmir, sizi qane eləmir, bizi qane eləyir belə bina. Bəli, bizi qane eləyir, biz üçün yaxşıdır. Qoy sizin uşaqlara bu layiqdir, sizin uşaqlar buna layiqdirlər. Bu sözü sizə dedizdirən kimdir? Nədir, hansı qüvvədir? Əliyev Seyran müəllimin məktəbi bu hala salmağında məntiq 2 nömrəli Seydova məktəbi var bizdə. Xüsusi təyinatlı şəhid Mayor Akşin İbadovun adı verilməli idi. Həmən məktəbə verilmədi. Verilmədi. Dadaşov Səlmanla Əliyev Seyran müəllimin fəaliyyəti nəticəsində. Niyə? Seyran müəllim məktəbi birləşdirdi. Darmadağın olmuş məktəbi, ya sinifləri ki birləşdirdi. Məktəbin bir hissəsi boş qaldı. Təhsil Nazirliyinə, Elm və Təhsil Nazirliyinə müraciət elədi ki, bizim şagirdə ehtiyacımız var. Məktəbin bir hissəsi boşdur. Bu plandır, hazırlanmış plandır. Ehtiyac var. 2 nömrəli məktəb binası dağılıb, yeni bina tikilməlidir. Tikməyəcəyik orada bina. Uşaqları gətirin bu bursi məktəbə. Getdikcə də kəndi dağıdan qoy kətdilər buradan qaçsın. Onsuz da qaçırlar. Heç kim nə əkin əkməyə, heç bir şərait yaradılmır. Əkin əkməyə, sahaya, əraziyə çıxmaq olmur. Heç bir texnika getmir əraziyə. Mən əkinciyəm, hələ indiyə kimi torpağımı şumlatdıra bilməmişəm. Şumlatdıra bilməmişəm. Bundan sonra bilmirəm necə olar. Mən əkinciyəmsə, əgər mən anlayıram bundan sonra əkəcəyim əkinin 30%-ni yaram, götürə bilərəm, yaram. Amma məcburam, yenə də eləməliyəm onu. Allahın köməyindən yenə də eləməliyəm. Budur sizin bizə elədikləriniz. Elektrik təsərrüfatı darmadağındır. Darmadağın. Bir gün ərzində 10 dəfə, 12 dəfə elektrik kəsilir.
Elektrikin səviyyəsi lap günün elə vaxtları olur, elə texnikalarımız, elektron texnikalarımız hamısı sıradan çıxır. Heç kim buna cavabdehlik daşımır. Bunu nəzərə alın, diqqətə alın, sonra üzərimə gəlin.